bilmirəm necə həvəs var. Evi Oldu. diqqətsizlik səhvi. Axtarım. Təəssüf ki. Sağ ol müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun. Gəlin, Axşamınız. hər vaxtınız xeyir olsun. Gəlin başlayaq. Buradan ekran paylaşımını edeyim. Testlərlə. Hara qaçır testimiz? Test buradaydı. Qoy açılsın. Açıldı. Getdik. Deyin səhvlərinizi. Buyur. 13-ə baxa bilərik müəllimə. Baxaq. 13. Bu yazışında səhvə yol verilmiş. Yox. 13. Bu 13-də özünə məxsus ümumi qrammatik mənası olmayan nitq hissəsi hansı cümlədədir? Bu tez. Bu testi soruşurdu. Bəli, müəllimə budur. Bax, burada bilsiz cavab nədir? Y-dir. Bunlar bizə heç vaxt düz danışmayıb. Heç vaxt burada qeyri-müəyyən əvəzlikdir. Axı əvəzliyin özünə məxsus ümumi qrammatik mənası yoxdur. Əvəzlik hansı nitq hissəsini əvəz edirsə, onun da xüsusiyyətlərini daşıyır da. Ona görə cavab odur. Sonra deyin. Deyin uşaqlar səhvlərinizi. Yoxdursa 20-yə bax. baxa bilərik müəllimə. 20-yə baxa 20. bilərik. Hı. 20-də nədir? Bircə saniyə. Bax, burada nədir? Qazdır sözünü, bax, qazdırı burada bizə uşaqlar transkripsiyada verib. Bəli. Yəni, tələffüz formasında verib. Bunu sadəcə olaraq düşünə bilərsiniz feil kimi. Qazmaqdan qazdır. Deyə bilərsiniz ki, bəs isim kimi niyə düşünə bilmirik? Dır şəkilçisinin rısı isimdə düşür. Şəxs şəkilçisi olanda qazdır. R düşür. Amma feildən feil düzəldilirsə dır qalır. Ona görə qazdır sözünü transkripsiya formasında dırla birlikdə verilibsə, bunu sadəcə olaraq bir nitq hissəsi feil kimi düşünmək olur. Bunu isim kimi başa düşənməyimizsə R nə etməlidir? Düşməlidir. İsim kimi olmalıdır, olmalıdır qazdır. Məndə bu qədər idi. Çox sağ olun. Tamam, buyurun. Var buradan başqa sual olan? Deyin. 21-ə baxa bilərik. Baxaq, Sərvan. Hansı cümlədə ədat yoxdur? Budur da, bu test Sərvan. Bəli, bəli, müəllim, bəli. Hansı cümlədə ədat yoxdur? Necə də maraqlıdır. Necə burada nədir? Qüvvətlendirici ədatdır. O ancaq bizə güvənir. B-dəki ancaq, yalnız, bu da məhdudlaşdırıcı ədatdır. B-də də ədat var. Sən də bizimlə gəl. C-dəki də nədir? Bağlayıcıdır. Cavab elə C-dir. D-də gəlin birlikdə gedək. D-dəki gəlin nədir? Ədatdır. Sən də bir buna bax. Y-də də bir burada nədir? Ədatdır. Burada ədat yoxdur harda? Ədat işlənməmişdir deyilsə C-də. Sən də bizimlə gəl. C-dəki dadə nədir? Bağlayıcıdır da. Ümumiyyətlə demişdi Mən ya. burada Hı. Y variantını götürmüşəm səhvliklə. Hə, bir orada O an əməliyyatdır da. Müəllim, mən hə. burada şey götürdüm, axı cavab elə bil açıqdır. Yo, yo, yo. Burada cavab C Bir variantı. saniyə, mən baxım. Baxın. Telefondanım deyə biraz çətin olur mənim üçün. Bir saniyə. Hı. Neçənci sual idi o? 21. Sonra var buradan Götürdüm. başqa sual. Şey də mənim 7. müəllim, şey baxanda. 7, 12. Hə, mən Bəli. A yazmışam. Necə də maraqlıdır yazmışdım mən. Hayır, cavab oradadır. Mən bəs orada da də dənə ilə əvəz oluna bilmir də. Niyə o ola bilmir bəs? Necə dənə maraqlıdır deyə bilmir ya, bağlayıcıdır Mən da. də onu deyirəm də, bu ədat deyil də onda. Hə də bağlayıcıdır da. Bəs axı burada şərtdə deyir hansı cümlədə ədat işlənməmişdir. Oxu ədatdır. Necə?
Orada axı necə qüvvətləndiricə datdır. Mən daya fikir vermişəm, necə heç Necə? nə Necə də verməmişəm. maraqlıdır. Oradakı necə axı qüvvətləndiricə datdır. Yox, heç necə fikir verməmişəm müəllimə. Birbaşa daya fokuslanmışam niyəsə görə. Qüvvətləndiricə datdır da oradakı. Müəllim, bir dənə ikiyə baxa bilərik mümkünsə. Baxarıq. Bir dənə 6 ilə 7, 6 dediniz də, düzdürmü? 6-ya baxaq bir dənə. Budur da hansı cümlədə həm isim, həm də sifət kimi işlənə bilən omonim söz yerli haldadır. Bu testi deyirdiniz. 7 demişler. Ben dememiştim ama 7 dedi kimse orada. Ben Yedi. 12 demiştim. 7 müəllim. 7 budur da abırlı abrından qorxar, abırsız nədən qorxar? Cümləsinin morfoloji təhlilə bağlı səhv fikri seçin. Burada elə cavab A-dır. Deyir, nədən isimdir, çıxışlı haldadır, nədən əvəzlikdir. İsim deyil, əvəzlikdir. Elə cavab A-dır. Və abırlı, abırsız antonim sifətlər deyil, düzdür. Bilirsiniz də, antonimlərin kökü fərqli olmalıdır. Abırlı, abırsız antonim deyil, çünki kök eynidir. Qorxar təsriflənən feildir, bəli. Xəbər şəklindədir. Qeyri-qəti gələcək zamandadır, düzdür. Ar, əf, C də düzdür. Abrından isimdir. Çıxışlı xal şəkilçisi fərqli tələffüz olunur, bəli. Abrından olur, abrından. D də düzdür. Cümlədə 4 müxtəlif nitq hissəsinə aid söz var. Abrlı sifətdir. Abr isimdir. Qorxar feildir. 1, 2, 3. Bir də nədən də nədə əvəzləşdi? 4 müxtəlif nitq hissəsinə aid söz var. Ona görə cavab Y variantıdır. Müəllim, qorxar burada feili bağlama deyil, təsriflənməyən forma. Ümumiyyətcə ar, ər, axı feili bağlamanın şəkilçisi deyil. Bu bir. İkincisi də ki, ar-ərdən sonra vergül qoyub, feili bağlamadan sonra adətən vergül qoyulmur axı. Belə də Bəli. baxarsınız. Müəllimə, Sonra- burada A-dır, düzdürmü? A variantı oldu da. Bəli, bəli. Çünki nədən Aha, elə isim götürmüşəm. deyil axı, əvəzlikdir də. Həm də çıxışlıq halda deyil də, nədən? Bəli, bəli. Yox, çıxışlı haldadır. Niyə? Amma nə sözün köküdür, dən. Amma şeydir də, isim deyil Əvəzlikdir. axı, əvəzlikdir. Müəllimə, ikiyə baxa bilərik zəhmət olmasa. 7. 2, 2. Neçə? 2. 2. Niyəsə məndə bu səhvçıqdan başa Hansı düşmədim. cümlədə düzəltmə zərfi yoxdur? Düzəltmə zərfi yoxdur deyir. Diqqətlə düzəltmədir. Sonra C-də bir sözündən birdən düzəltmədir. D-də təəccüblə, necə, la ilə O heç düzəltmədir. onu da götürməmişəm. Səlis Niyə? sözündə Səlis Niyə? orada rusca sözüdür. Rusca düzəltmədə axı nə deyirdi? sual verəndə Cavab danışa bilmirdi. Necə danışa bilmirdi, vermirdi. Səlis danışa bilmirdi. Elə getmir. yox, səlis sadədir. Axı orada düzəltmə zərf rusca sözüdür. Mən də onu demək istəyirəm də burada səlis deyil zərf olan. Səlis zərfdir. Hə, mən də onu deyirəm də, bəs düzəltmə zərf deyildi, işlənməyib. Səlis sadə deyil. Axı düzəltmə zərf rusca sözü var. Heç mən ayda. Tələsdim. Bu çox az idi Səlis deyə var. sadədir, amma Çox rusca düzəltmədə tələsə getdim. Bəzi şeylərə fikir verəmədim. Elə bir nöqtələrə baxa diqqətli ol. bilmədim. Axı rusca orada düzəltmədir. Demişdi, Ruscaya cərcə baxmadım. sadəcə Səlisə baxdım bir tək. dil bildirən sözlərə qoşulandır onu düzəltmə. Amma B variantında Həlimə həmişə yaxşı qiymət alırdı. B-dəki həmişə sadə zaman zərfidir. Ona görə cavab B-dir. Bildim. Salam, axşamınız xeyir. Axşamınız xeyir olsun. Xanım, zəhmət olmasa cavablar varsa mənə göndərərdiniz də. Mən Cavabları istəyirsinizsə qardaş xan, deyim siz yox. Yox. Zəhmət olmasa. Təsriflənməyən feil. Uşaqlar var kimdəsə cavablar test istəyə bilərmi? Kimsə cavablar test istəyə bilər mümkünsə? Mən deyim də. Hə, 1Y dən, qrupa göndərin də dən zəhmət olmasa. şeydən sistemdən çıxamıram. Belə şifahi deyə bilərəm amma. Hə, yaxşı deyil. Deyim də 1Y, 2B, 3D, 4D, 5B, 6Y, 7A, 8D, 9A, 10B, 11B, 12C, 13Y, 14C, 15, 14, 15'ti bu. 15. Ha, 15 dakika. 15Y, 16A, 17D, 18D, 19C, 20A, 21C, Çox sağ olun. 22B. Bura qədər yazmışdım. Minnətdarım. Təşəkkür edirəm. Tamam, tamam. Deyin, getdik. Dəqiqə müəllim. 13. 13.
Baxaq. 13, bircə saniyə. Deyir ki, özünə məxsus ümumi qrammatik mənası olmayan nitq hissəsi deyəndə burada əvəzliyi nəzərdə tutur. 7. Bunlar bizə heç vaxt düz danışmayır. Heç vaxt nədir? Qeyri-müəyyən əvəzlikçidə düzdürmü? Əvəzliklərin özünə məxsus ümumi qrammatik mənası yoxdur. Zəhmət Müəllim, olmasa 9. Necə? Buyurun, buyurun, narahat olmayın. 4-cü qabaq 9 dedi. 9-a baxaq. Zəhmət olmasa. Deyir ki, 9-da frazeoloji birləşmə yoxdur. Bax, B-də dil-dil ötmək var. C-də üst tutmaq var. D-də söz vermək var. Y-də çox üz verdi. Üz vermək var. Üz verirsən astar istir mənasında deyir. Amma A-da təbiət gülür. Təbiət gülür frazeoloji birləşmə deyil axı. Ümumiyyətcə, hər məcazi mənalı birləşməni frazeoloji birləşmə hesab eləməyin. Düzdür, təbiət gülür. Hə, məcazi mənalıdır. Təbiət gülə bilməz. Amma nə olsun ki? Dur buna frazeoloji birləşmə deməyəcəyik ki. Yüngülvari müəllim, saç baş qaldım. Aha. Çünki məcazi mənalı olanları həmsə frazeoloji birləşmə kimi götürürük də normalda. Bil- Bunu niyə götürülmür? O maraqlı oldu. Hə, hər məcazi mənalını götürmürük. Yəni təbiətin güldüyünü vizual olaraq görən oldu. Ona görə belə adam saç baş qalır. Çox sağ olun müəllim, minnətdaram. Buyurun, buyurun. Sonra Müəllim, 12-ci suala baxa bilərik zəhmət olmasa. baxaq. Əslində sadə sualdır, amma nəsə anlaya bilmədim. Hansı söz birləşməsinin birinci tərəfi sifətdir? Təbii ki, dünənki. Ki və dakın olduğu yer həmişə nədir? Sifətdir. Dünənki məclis, hansı məclis? Ki və dakı həmişə nəyə yaradır? Sifəti. A'dakı Müəllim, torpaq sözü yəni isim. saxlayamıram, ancaq sual verərək tapa bilirəm. Burada sual hamısına verə bildim. Nəyə verdiniz? Yəni o hansı sualın, necə sualını verə bilirsən burada. Torpaq yol, hansı yol? Elə insan, Bəs necə insan? demişdi axı, bax, nə qədər demişdi. Material bildirən sözlər nitq hissəsi kimi nədir? İsimdir. Torpaq orada necə sualına cavab verə bilər? Onun təyin kimi sualdır. Torpağa ayrılıqda sual ver, nə torpaq? Torpaq ayrılıqda nitq hissəsi kimi nədir? İsimdir də. Onu Torpaq bilirəm. yol. Necə yol? Məsələn, Onu deyirdi, dəmir bilək, Bəs gümüş dünənki də qaşıq. əslində adi götürüləndə zərfli kimi getmir. Nə? Dünənki sözü əslində zərfli kimi getmir. Niyə zəfli olsun? Hansı sualına cavab verir axı? Hansı təyindir də o? Bunlar mən İsmi beynimə izah edir. Elin ardından gəlsəydi müalicərizə deyilardı. Bəli. Təyin nəyi izah edir? İsim və Yəni buradakı isimləşən tək sözdür. məsələ ismin qabağında gəlməsi də dünənki. Elə deyil. Bəli. Dünənki sözün ümumiyyətcə o zərflik kimi işlənən dünən ola bilər. Dünənki sözü zərflik necə olsun ki? Çünki olsa Dünən uje avtomatik sifət olur, belə başa düşdüm. Bəli. Çünki demişdi axı ki və da ki, həmişə nitq hissəsi kimi nəyi düzəldir? Sifəti düzəldir də. Bəli, bəli. Ki və da ki, sifəti düzəldir həmişə. Sonra Mən zəhmət olmasa 14-15. 14-15. Nümunələrin hansında qoşma var? Burada cavab nədir? C-dir. Nə deyir? Həyat sevincin qədər, əzabın da şirindir. C-dəki qədər nədir? Qoşmadır da. Sevincin qədər, sevincin kimi şey bildirir də. Nə bildirir? Bənzətmə qoşması bildirir. Haydi. Tamam. 15'e bak zəhmət olmasa. 14-15. Baxaq. Hansı cümlədə baş üzülən ifadə vasitəsi sifətdir? Gəlin bütün variantlara baxaq. A-da xoşbəxtlik isimdir, gizli sifətdir. Mübtəda xoşbəxtlik isimdir, xəbər gizli sifətdir. B-də mənzərə mübtəda isimdir, xəbər isə sifətdir. Amma D-yə baxın, D-yə yox, Y-yə baxın. Sinifdəkilər tapşırığı yerinə yetirməkdə diqqətlidirlər. Bax, sinifdəkilər nədir? Mübtədadır, sifətdir. Diqqətli ilə nədir? Xəbərdir, o da sifətdir. Ona görə Y-dir. Mübtəda da sifətdir, xəbər də sifətdir də Y variantında. Mən bir sual verə bilərəm. Buyurun. Məsələn, belə deyək də, indi A-ya da, B-yə də mən A yazmışdım özüm. A-ya da baxanda məsələn xoşbəxtlik sinifdəki.
Xoşbəxt sözündən götürmüşdüm, onu səhv yazmışam. Səhv Xoşbəxt edirəm. sifətdir, düzdür. Amma xoşbəxtlik artıq sifətdən düzələn isimdir axı. Burada axırıncı leksik seçimi diqqət eləməliyik, deyirəm. O Mən bəs daxil olmuş. ifadə Cümlə. vasitəsi kimi deyəndə əsas onsuz da şey nəzərdə tutulmur. Cümlə üzvünü. Mən də çünki 15-də A yazmışdım, xoşbəxtliklə sevinci götürmüşdüm. Hə. Axı sevincli axı orada tamamlıqdır. Baş üzvlər deyir sizə. Baş üzvü nədir? Mübtəda ilə xəbərdir. Mübtəda xəbər. Mübtəda xoşbəxtlikdir, gizlidir də xəbərdir. Mən Xoşbəxtlik axı isimdir. Mənim diqqət eləmədiyim, səhv etdiyim nüans, yəni o leksik şəkil seçim. Leksik şəkildə daxil olmaqla baxmalıydım da ona. Bəli, mütləq dərəcədə. Bəs sözün nədən düzəldiyini necə tapırdıq? Axırıncı şəkil siyasətən tapırdıq da. Aydın, çox sağ olun. Müəllim bir dənə 17-yə baxa bilərik. Ümumiyyətlə sualın mənasını başa düşə bilmədim. 17. Bəli, başa düşəmədim. Bu nə deməkdir? Hansı cümlədə say sifətə aiddir deyirsən, say sifətə deyil, minlərlə yaralı. Yox, onu Minlərlə demirəm. saydır. Variant olar yox. Yəni, bu sözün mənası nə deməkdir? Yəni say sifətə Say aiddir nə sifətə deməkdir? aid olmalıdır da. Say sifətin yanında gəlməlidir. Yəni sayla Minlərlə sifət yaralı. eyni şeyin içində olmalıdır, belə deyim. Yan Cümlənin yana içində say olmalıdır, gəlməlidir sifət də, hə. olmalıdır. Ha, onu Bəli. anlaya bilmədim ki, say sifətimi əvəzləməlidir, sifət sayımı əvəzləməlidir, nə Yan olmalıdır yana orada onu anlaya gəlməlidir bilmədim. bir-birini. Məsələn, Ha, tamam, minlərlə bildim. yaralı. Minlərlə Tamam, sözü yaralı bildim. sözünə aiddir də. Sonra Bildim müəllim. Mənasını başlamışdım sadəcə. var başqa sual burada. Baxaram mən necə saniyə. Axşamınız xeyir müəllim. Axşamınız xeyir olsun. 22-yə zəhmət olmasa baxa bilərik. 22 baxaq. Akademiyanın həyatında tədbirlə əlaqədar olaraq çoxlu adam leksik şəkilçilər. Demək, leksik şəkilçilər burada əlaqədar sifət artırılıb, daha doğrusu isim artırılıb. Əlaqə isimdir, əlaqədar isimdən düzələn sifətdir. İsim artırılıb, əlaqədar birincisi isimdir. Sonra çoxlu, çox sözündən çoxlu, say artırılıb, isim say. Bir də toplaşmışdı sözdə nəyə artırılıb? Feylə. Topladan toplaş. Demək, isim artırıldı, say artırıldı, bir də feylə. İsim, say, bir də feil. İsim, say, feil olacaq burada. Nə gözümüzdən? Akademiya həyatında tədbirlə əlaqədar leksik şəkilçilərin hansı hissəsini artırılıb? Əlaqə isimdir, çoxlu saydır. Arzullıq istəmir ki, onsuz da ki, istəmir, yox. İsim, say, feil. Say, isim, feilanı B variantıdır cavab. B. Elə bildim arzullıq istəyir. Tamam, çox Buyurun, var başqa sualınız? Deyin. Müəllim, əslində belə baxıram, sadəcə tələsməyə görə bəzi şeyləri yersiz səhvlər eləmişəm. Diqqətli olmaq Burada lazım. 25 suala biraz az gəldi zaman. Hə, bu səfər sual çox idi. Bəli. Bu dəfə Ona görə suallar biraz tələsdiyinə görə diqqətlə baxa bilmirsən elə belə variantlara fokuslandım ki, belə o olar, bu olar, o Desəydin olar. yarım saat verərdim, 30 dəqiqə verərdim. Yarım yox da bir 20-25 dəqiqə kifayət idi əslində, çox yox. Bir 5 dəqiqə artırsaydıq rahat olardı. Yoxsa 5 dəqiqə artırdı. Bu baxım Heç görmürəm. o psixologiya var ya, biz gözləyirdik 15 dəqiqə, sonradan 5 dəqiqə artırdınız da qabaqda elədiklərimizi eləmiş 22, olduk. 21, hə. Sonra Məncə də bax, müəllimə 20 dəqiqə olsa, 25 dəqiqə olsa yaxşı olar. Məsələn, bu suallar biraz düşündürücü idi, vaxt çatmadı, yəni tez-tez məcbur idik eləməyə. Ona olsa görə elə dərsi gecikdirdim. gələn dəfədən 15 sual eləyərik. Gələn dəfədən olsa da avqustun siz qəbulunu işləmişdiniz də, düzdür? İşləmisiniz, hə. Mən səhv etmirəmsə keçən dərs onu işlədik. Keçən dərs işləmişdi, hə. Tamam. Bu səfər Səhv başqa qəbul hazırlayıb göndərəcəm. Qrupa göndər. Belə, başqa sualınız yoxdursa buranı bağlayaq. Mən də bir sual verə bilərəm. Buyurun. Bu suallar hər biri qəbul sualları idi. Yox, bunlar qəbul sualları deyildi. Xeyr. Bildim, yaxşı. Hə, yox, bunlar qəbul deyildi. Qəbul əsasında hazırlanıb, amma sırf qəbul Üzrü sualları. sənin sözünüzü kəsirəm. Bilirsiniz nəyə görə soruşdum? Çünki sualların bəziləri, yəni leveli biraz daha məncə çətin də olmasa da orta idi. Ona görə soruşdum. Yox, yox, qəbul deyil. Xeyr, Aha, bildim qəbul mən. deyil. Getdik. Demək, axırıncı dərsimiz sadə cümlənin şəxsə görə növləri idi. Məncə rahat dərs idi. İşləmisiniz sadə cümlənin şəxsə görə növlərini.
Mənim testə vermişdiniz. Bir də yenə də bu şey vermişdiniz. Bəli. Dimin testini vermişdiniz. 24 dənə sualdan ibarət. Sadə cümlənin şəxsə görə növləri vermişdim. Düzdürmü? Onu da vermişdiniz. Bir dənə də əlavə test göndərmişdiniz. Hərəsindən 20 dənə, hər Hı. bölməsindən onu vermişdim. 19 dənədir. Bir də ki, vermişdi Yevenə. Hə, sadə 24 dənə cümlə. test toplusu. Bir dənə də ki, Google şeydə bir qəbul suallarını göndərmişdi. Bir də Google forumda olan testlər. Var oradan səhvləriniz. Baxaq o testlərə. 24 dənəliyə baxa bilərik zəhmət olmasa. Baxaq. Bir də müəllimə, mən də yalan danışmayacağam. Hər şey normaldır, müəyyən, qeyri-müəyyən, hətta ümumi şəxs də normaldır. Amma şəxssiz beynimi paraladı. Şəxsi Biraz şəxsi ayırd eləməkdə çətinlik çəkirəm. Ümumini bu ayırd eləməkdə. şəxsi Bizim biraz daha testlərimiz narahat gəldi. hardadır? Buydu. O hansı qrupa göndərmişdim aşağılara bu testi? Ümumi qrupa müəllimə. Ümumi qrupa. Çünki materialda açılmadı heç bir link. Siz də onda ümumiyyətdir. Ümumiyyət. Bizdə var yatmışam. Bir dənə göndərin də qrupa yenidən onu. Biraz da yuxarıya. Hə. Bir dənə göndərə bilərsinizmi? Göndərdiyim PDF-i var idi. Onu göndərin də yenidən qrupa. Hə, çatdıq. Getdik. Deyin səhvlərinizi. Deyin. Ekran paylaşımı Bəli, görün. müəyyən şəxslərdən 15. Ekran paylaşımı eləməmişdim mən. Hə. Müəyyəndən 15. Baxaq. Yox, müəyyəndən 15 yox. Qrupa göndərdiyim dövlət qulluğu qəbul sualları. Oradakı səhvlər deyin. Müəllimə, bunlarda mənim ən çox səhvim bir hansında olub deyirsə, vurğuda. Mən vurğunu tutuzdıra Vurğunu bilmirəm. Yəni heç birə keçməmişik. Ona görə başqa tarxa sualınız bilmirəm. varsa deyin. Var başqası? Deyim, 16-cı sual. 16-cı suala baxaq buradan. 16-ya qədər var kimdəsə? Varsa deyin. 16. Yazılışı səhv olan söz hansıdır? Təbii ki, burada Y-dir. Hökumət. Keçən dəfə təkrarlamışdım məncə. Bilmirəm, müəllimə, mən o Hökumət dərsdə yox, var idim. hökumət. U ilə olacaq, Ü ilə yox. Düz mü yazmışdı? Sonra var başqası? Burada mən veriliş yazmışdım, veriliş. Yox, Bu veriliş veriliş sözündə deyil. İ var. Verilmək sözündəndir. Verilməkdən veriliş. Yəni O məni çaşdırdı. Sonra 18 müəllimə 18. 18. Hansı çəkilişlərlə sifətin azaltma dərəcəsini yaratmaq olmaz? Təbii ki, casına-cəsnə ilə. Casına-cəsnə zəf düzəldir. Yazığını azaltmaya nə dəxli? Biri götürürsüz. Bir də cadə sifətin çoxaltma dərəcəsini götürür, 2-ni. Ümsöv azaltmanı yaradır, amma lıq yaratmır. Cavab eləyəcək nə? 1, 2, bir də 4. 1, 2, 4. Aha. Sonra başqa səhviniz varsa deyin burada. Yoxdur. Bağlayıram onda buranı. Heç kimdə burada səhv yoxdursa bağlayıram. Aha. Sadə cümlənin şəxsə görə növləri. Yəni istəyirsinizsə ona da baxaq bir dənə. Deyin, sadə cümlənin şəxsə görə növlərindən deyin səhvlərinizi. 5. Müəyyən 6. Müəyyəndə 6. Sarvan 6 dedim. Biri yalnız baş sözlərdən Qardaşım, ibarət qardaşım. müəyyən şəxsdir. Cümlə deyil, deyildi. Və niyə? Sürücü Cəmil gecikirdi. Nə edirdi? Gecikirdi xəbər. Kim Cəmil mübtəda? Hansı Cəmil sürücü? Oradakı sürücü nədir? Təyindir. Yalnız baş sözlərdən ibarət deyil də. Orada təyin də vardı ona görə. Ha, aydın. Bəli. Sonra
Müəllimə 13-ə baxaq da bir dənə. 13. Baxaq. Yalnız baş üzvlərdən ibarət ismi xəbərli ha, buradan artıq bizə nə istəyir? İsmi xəbərli cümlə. İsmi xəbər bilirsiniz də nə ilə ifadə olunur? İsim ilə, sifətlə, sayla, əvəzliklə, bir də zərflə. İsmi xəbərli deyilsə, anı çıx. Yağmalanmaq feili xəbərdir. Sonra C-ni çıx, tuğyan edirdi, yenə feili xəbərdir. Düzdürmü? Burada cavab nə olar? Y. Sənin kitabın haradadır? Baxın, cümləni təhlil edin. Haradadır xəbər. Nə haradadır? Sənin kitabın. İsmi xəbərlidirmi? Bəli. Çünki əvəzliklə ifadə olunur. Həm də yalnız baş sözlərdən ibarətdir də. Bir mübtədadır, bir də xəbər. Haradadır xəbər? Nə? Sənin kitabın. O deyilir nə? Y variantı. Bəli, 11. Müəllimə B niyə olmur ki? Mən B-ni götürmüşdüm. Niyə B olmur? Gələn qonşumuz Əli idi. Əli idi xəbər. Kim Əli idi? Qonşumuz, bir dəqiqə, gələn qonşumuz Əli idi. Kim gələn? Bir dəqiqə, gələn qonşumuz Əli idi. Hə, Əli idi xəbər. Hansı Əli idi? Qonşumuz Əli idi. Kim gələn? Cümlə belə təhlil olur. Əli idi xəbər. Hansı Əli idi? Qonşumuz Əli idi. Təyin. Kim gələn? Hə. Ona görə. B ona görə. Onu da Çünki təyin. götürmürük. Necə? Bir yerdə qonşumuz Əli idi. Bunu Yo, xəbər yo. götürmür. Hə, bildim necə. Birinci mən də elə götürdüm, sonra baxdım ki, Əli idi. Hansı Əli idi? Qonşumuz Əli idi. Kim gələn? Sonra deyim burada. 11 mənim. 11, baxaq. Hansılar müəyyən şəxsi cümlələrdir? Mən ov üçün meşəni çox gəzib yorulmuşdum. 1. Mübtəda buraxılıb, amma xəbər əsasən cümlənin qabağına mən qoya bilərik də. Mən 1. Sonra 3. Nə etdi bürüdü? Nə qaranlıq? 1, 3. Sonra 5. Nə edir? Oynayır kim? 1, 3, 5. O deyir A variantı. Bir də 5-dəki oynayır kim? 5-dəki kim nədir? Sual əvəzliyidir. Düzdür? Sual əvəzliyinə durub sual vermək olmaz. Zaten bu sual əvəzliyidir. Sual əvəzliyinə sual vermirlər axı, düzdürmü? Amma Bəli. yenə də kim nəyin sualdır? Mübtədanın sualıdır da, düzdürmü? Ona görə. Müəllim, mən də elə 11-də anı qeyd eləmişəm, qarşısına sual qoymuşam. O sualım da o idi ki, elə izah elədiniz. Kim əgər belədirsə, yəni Hə. mübtəda götürmək olar da. Sual əvəzliyinə durub, hə, qardaş xanım, ekstra sual vermirik, amma yazarsa mübtədanın sualıdır da. Kim cümlə üzvü kimi nəyin sualdır ki? Aydın, çox sağ olun. Buyurun, sonra deyin. Var başqa sualınız burada? 15. İkinci dərəcəli cümlə üzvü işlənmiş müəyyən şəxsi cümləni müəyyən edin. Demək, 7-də o evə hər gün yeni xəbərlə qayıdırdı. Qayıdırdı xəbər, kim o, hara evə, nə ilə, xəbərlə, necə xəbərlə, yeni. Bax, Müəllim, 7 bəs burada B variantı. günorta idi xəbər. Nə zaman? Uşaqlar məktəbdən çıxanda. B variantı şəxsi cümlədir. Müəyyən şəxsi cümlə deyil axı. Çünki B-də mübtəda yoxdur. Günorta idi xəbər. Nə zaman günorta idi? Uşaqlar məktəbdən çıxanda. Burada müəllim uşaqlar mübtəda getmir. Ayrılıq. Uşaqlar əgər mübtəda olsaydı, mübtəda mütləq xəbərlə əlaqəyə girməlidir. Uşaqlar günorta idi demək olur? Xeyr. Bax, mübtəda kimi götürdüyünüz söz mütləq xəbərlə əlaqəyə girməlidir. Uşaqlar günorta idi deyə bilirikmi? Təbii ki, yox. Düzdürmü? Demək ki, bu nədir? Bu şəxsi cümlədir. Oradakı uşaqlar fe'li bağlama tərkibinin içində gedirdi. Uşaqlar məktəbdən çıxanda. Andan da nədir? Fe'li bağlamadır. Uşaqlarda fe'li bağlama tərkibinin içində gedir. Uşaqlar məktəbdən çıxanda. Oldu. Sonra var buradan. Yoxdursa keçdik öbürsünü. Demək, ikincini deyirik. İkinci nədir? Qeyri-müəyyən şəxsdə də. Müəllim, Qeyri-müəyyən şəxsdə də var. 12. Neçə? 12. 12. 12. Baxaq.
Qeyri-müəyyən şəxsi cümlə hansıdır? Demək, qeyri-müəyyən şəxsi cümlədə xəbər yalnız üçüncü şəxsin cəmində olur. Bir də cümlənin qabağına özümüzdən onlar əvəzliyini qoya bilirik. Elə cavab Adır. Onlar bizə şəhərin mərkəzində təzə mənzil verdilər. Onlar Müəllim, deyil. mən birinci A yazdım. Sonra Y variantını gördüm, Y yazdım. Niyə Y ola bilmir bəs? Niyə? Çünki ümumi şəxslidir. Ailə şərəfinə ancaq onlar qoymur ki, hamı qoruyur da bunu. Fikir ümumidir axı. Başa düşdüm, başa düşdüm. Qeyri-müəyyəndə fikir bir qrup insana aiddir. Sonra Başa. var buradan başqa səhviniz deyin. Yoxdursa keçdik ümumiyə. Deyin ümumidən. Müəllim, qeyri-müəyyənin də zəhmət olmasa 16-ya baxa bilərik. Neçə qardaşlar? 11-ə 16, 16. 16. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Burada cavab A-dır. Onlar, yox, A deyil. A-da çünki mübtəda var. Bax, qrupa sual yazmışdı ne? Deyildi Cümlənin mənim. özündə onlar varsa müəyyəndir. Bəli. Burada cavab nədir? C. Onlar indi sizinkiləri də gətirəcəklər. Siz nəyə görə işarələmişəm, mənim sual işarəsi qoymuşam. Bunu yazandan sonra sizə sual verdim. Ona görə. Bildim. Belə aydın, Sonra? çox sağ olun. Buyurun. Var başqa səhviniz? Deyin. Yoxdursa getdik ümumiyə. Ümumidə deyin səhvlərinizi. Müəllimə 2. Bir ümumi şəxsi cümlə deyil. Y. Hər birimiz gərək el adətlərinə hörmətlə yanaşaq. Axı Y-dəki hər birimiz nədir? Mübtədadır. Ümumi şəxsi cümlədə mübtəda olmur axı. Ona görə cavab Y-dir də. Sonra B-ni götür. B-də səhv çıxdı. belələri ilə bax, yəqin ki, Nigar qabağına sən qoymusan da, düzdür? Düşünmüsən ki, sən belələri ilə tez-tez rastlaşmalı olursan. Yəqin ki, belə düşünürsün. Valla B variantında cümlənin qabağına sən sözünü qoysaq belə, belələri ilə tez-tez rastlaşan, şükür Allaha, hamımız gündə bu sözü 70 dəfə işlədirik. Şəxsən mən çox işlədirəm öz adıma. Deyirik ki, bunu da gördük. Belələri ilə tez-tez rastlaşan sadəcə sən deyilsən axı. Fikir ümumidə axı. Hamı rastlaşır da. Hamımız deyirik də belələri ilə tez-tez rastlaşırsan. Qabağına səni qoysan belə. Axı sən rastlaşmırsan. Hamı rastlaşır. Başa düşdüm müəllimə, çox sağ olun. Buyurun. Sonra deyin. Var buradan başqa səhviniz? Yoxdur. Tamam. Keçdik şəxsizə. Deyin şəxsizdən səhvlərinizi. 2. Şöyle baxaq. Neçə? Ümumi şəxsidə 12-də səhv çıxıb məndə. Ümumi D şəxs. götürün. Onun üçün. Ümumi şəxsi cümləni müəyyən edin. Burada cavab təbii ki, C-dir. Ağrımayan başa dəsmal bağlamazlar. Bağlamazlar xəbər. Nəyi dəsmalı? Dəsmal orada qeyri-müəyyən tamamlıqdır. Nəyə başa? Hansı başa? Ağrımayan başa. Bax, C variantı. Mübtəda yoxdur. Xəbər üçüncü şəxsin nəyindədir? Zəmindədir. Həm də fikir ümumidir də. Çünki atalar sözüdür axı. Hamı hamıya deyil də, ağlamayan başa dəsmalı bağlamazlar. Mən D-ni götürmüşəm. D də şəxsi cümlədir, elə müəllimə. Təzə Bəli. dənizində su itib Bəli. olmuş. D variantı Ha, qarışdım. şəxsizdir. Hə, müəllim, çox sağ olun. Buyurun. Sonra şəxsizdən başqa ümumidə varsa deyin, yoxsa şəxsizə. Şəxssizdə 2-yə baxaq zəhmət olmasa. Şəxsiz cümləni müəyyən edin. Mübtəda yoxdur. Bax, anı çıxın. Yoxladılar üçüncü şəxsin cəmindədir xəbər. D yazmışam müəllimə, B çıxdı. D yazmışdın. Axı D-də tanıyarlar D, xəbər. D, müəllim, C. Axı C-də olmaz. Yeyib içmək deyil, nə həyatın mənası. C variantında axı cümlənin mübtədası var axı. Nə həyatın mənası. Şəxsizdə axı mübtəda olmur. Amma B-yə bax, Sualı fərqli əməl vermişəm edilmiş deyirəm. xəbər nəyə? Sizin tapşırıqlarınıza. Deyirəm də məndə bu şəxssizdə biraz nəsə problem yarandı. Müəllim, şəxsiz növ bir növ məhsul növ kimidir. Şəxsizdə Bəli, variant işləməyi bilir. gedir. Çox oxşayır onlara şəxssiz. Mən elə tapıram. Şəxsiz heç bir nöqsanmır. Niyə? Müəyyənin Nədənsə mən mübtədası amma onları oxşadıram. Onlarla bütün qarışdırıram. variantları işləyir.
Şəxsizi bilsiz necə eləyin? Variant çıxa-çıxa işləyin. Bax, şəxsizi variant çıxın. Məsələn, Elə belə onlar görünür ki, yoxladılar. alqıları olacaq. Xəbəri çıxın. Ana çıxın ki, xəbər üçüncü şəxsin cəmindədir. C-nə çıxın ki, mübtədası var. Yeni çıxın ki, xəbər ikinci şəxsin təkindədir. Elə C-də D-nə müəllim çıxın ki, hamısının xəbərinə baxıb C-də qalmışam böyük ehtimal ki. mütləq, yəni C-ni də təhlil eləməliydin. Y Hə, biçimində onu deyil, nə elə eləməm. həyatın mənası. Hı hı. Dedim ki, Sonra biraz sözsüz dolaşdı məndə. 11. 11. Şəxsizdə biraz səhvim olub mənim. Şəxsiz cümləni müəyyən edin. Hı -hı. Bax, bu işi sabaha saxlamayın. Siz saxlamayın. Ümumidir. Həm də xəbər ikinci Tamam. şəxsdədir. Büründü nə? Dağların zirvəsi. C variantı müəyyəndir. D-də davam etdirildi. Nə? Müzakirə. D variantını çıxın. Y-də nədir? Uzadar. Kim? Adam. Y-ni də çıxın. Çünki Y də müəyyəndir. Dən burada nə qaldı? B variantı. Ağacları budamaq vaxtı idi. Mən A Təhlil elə. yazmışdım. Ağacları budamaq vaxtı idi. Hamısı bir yerdə xəbərdir də. Mübtəda yoxdur. Xəbərdəki üçüncü şəxsin təkindədir. Bildim. A olar da qız variantı. Mən 7-yə Onu baxmışlar. Mənim şəxsizdə məndə dolaşma var. Sonra neçə dediniz? 7. 7. Bir şəxsiz cümlədir. Baxın. Dağılırdı nə buludlar? A getdi. Yandırıb kim? Eldar. B getdi. Kömək edirdi kim? Günel. C getdi. Döyüldü nə? Zümrüd müəllimənin qapısı. D getdi. Y-yə baxın. Eldar Şamla yalnız Azərbaycana təsadüf edilir. Təsadüf edilir xəbər. Nəyə? Eldar Şamla. Harada? Azərbaycanda. Baxın, Y variantında mübtəda yoxdur. Xəbər isə yalnız üçüncü şəxsin təkindədir. Ona görə cavab 7-də. Aydın. 19-da da baxa bilərik müəllimə. Şəxsiz cümləni müəyyən edim. Yorulduğu üçün qaça bilmirdi. O qaça bilmirdi. A müəyyəndir. Onlar yenə sizi axtarırlar. B qeyri-müəyyəndir. Biz sarsılmışdıq. C müəyyəndir. Biz onu razı sala bilmədik. D müəyyəndir. Amma Y-də isə payızın yağışlı, çiskinli bir günü idi. Payızın günü neçənci növdür? Üçüncü növdür, düzdürmü? Təyini söz birləşməsidir. Hamısı bir yerdə cümlənin nə idi? Xəbərdir. Cümlə sadəcə xəbərdən ibarətdir Y variantında. Ona görə Y variantı Nə idi? şəxsizdir. Sitkinli bir günü idi. Nə idi? Yağışlı. Bəs payızın burada nə olur? Axı Payızın payızın günü yağışlıya bir üçüncü yerdə mən növ sual təyini verə söz bilmədim. birləşməsidir. Hamısı bir yerdə cümlənin xəbəridir. Üçüncü növ təyini söz birləşməsi deyil payınızın günü. Payızın Yo, gününü onu bildim. parçalamaq olmaz. Sual verəndə sadəcə olaraq o üçüncü növ təyini söz birləşməsi kimi görənmədim. Nədir? Çiskinli bir günü idi. Nə idi? Yağışlı. Payızın. Nəyin payızın deyə Yo, elə verdim. şey olmur axı. Payızın günü üçüncü növdür. Heç vaxt elə təhlil düzgün deyil. Əsla. İkinci və üçüncü növü əsla parçalamaq olmaz. Heç vaxt. Yəni öz Azərbaycan dilində nəyin sualı yoxdur, onu da deyim. Azərbaycan dilində nəyin sualı yoxdur yəni. Bilməm, bildim. Sonra 13. Müəllimə 18. 13-18. Şəxsi A-da əsirdir, nə meh? A getdi. B ümumidir. Çünki xəbər ikinci şəxsin təkidir. D-də çıx, onlar göndərdilər. D qeyri-müəyyəndir. Y-də möhtərəm hakim nədir? Xitabdır. Xitab təhlil olunmur, bilirsiniz. Gecdirdə xəbərdir. Cümlə yalnız xəbərdən ibarətsə o nədir? Şəxsizdir. Demək cavab nədir? Y variantıdır. Amma C-yə baxın. Cavab elə Y-dir də. Gecdir. Cümlə sadəcə tək xəbərdir. Möhtərəm hakimdə xitabdır. Deyib onu mübtəda götürməyin ha. Amma C-yə baxın. Qara qıvrım saçları gözlərinin parıltısını daha da artırırdı. Artırırdı nə? Saçları. C-də müəyyəndir. Mübtədası var axı. Sonra 18 müəllimə. 18 baxaq. Bir şəxsi cümlə deyil. Şəxsi cümlə deyil deyirsə, burada cavab nədir? C. Dəqiqləşdirildi xəbər, nə? Görüş vaxtı. C variantı müəyyəndir də.
Sözü mübtəda və xəbərdən ibarətdir. C variantı. Mübtəda xəbər Müəllimə, varsa o şəxs cümlə deyil axı. şəxsi cümləni soruşur. Mən də A-nı götürmüşəm. Deyirəm bu şəxsi cümlə Olanı daxil niyə? götürmüsən. Hə, ona görə başa düşdüm. Çox sağ olun. Buyurun. Sonra deyin. Aha. Yoxdursa. Adlıq cümlədən deyin səhvlərinizi. Adlıq asandır. Deyin. 12. 13. Cümlə üzvü olmur, lakin yerinə görə bitmiş fikir ifadə edə bilir. Baxın, afərin. Biri götürmək olar. Ötürünü götürmək olmaz. Ötürü necə bitmiş fikir ifadə eləsin ki? Əlbəttə, bitmiş fikir ifadə eləyə bilir. Bəli. Dərsə gəlirsən, bəli. 4, 6. Bir də götürərsən nəyi? Biri. 1, 4, 6. Üçün bilirsiniz nə olmaz? Xeyir isimdir. İllə olan isimdir. İlsiz olan var ha. O yox mənasındadır. İllə olan nədir? Fayda, qazanc, səmərə mənasındadır. Hə, Sonra mən də A götürmüşəm. Fikir verməmişəm ona. ha, Bir də 14 müəllimə. adlıq cümlə haqqında doğru fikri müəyyən edin. Baxaq. Y-dən başlayaq. Adlıq cümlənin tərkibində təyin iştirak eləmir. Niyə ki? Gözəl bir yaz havası təyin olub. İş hərəkət eyni zamanda hamıya aid olur. Səhvdir. Hamıya aid olmaq ümumiyə aiddir. Mübtədası olmur və təsəvvür edilmir səhvdir. Əksinə mübtədası olur. İsmi birləşmələr şəklində olur. Xəbərli şəkilçisi B səhvdir. Xəbərli şəkilçisi necə olsun ki? Cümlədə xəbər yoxdursa, orada niyə xəbərli şəkilçisi olsun? Xəbərli şəkilçisi ancaq xəbərdə olur. B də səhvdir. Əşya və ya hadisənin adını çəkməklə onun haqqında məlumat verilir, lakin həmin əşya və hadisə ilə bağlı hökm verilmir. Hökm verilmək xəbərə aid olan bir xüsusiyyətdir. Düzdür də, hökm verilmir. Bu xəbər olmur axı. Sonra deyin. Var buradan başqa səhv? Yoxdursa tamam. Bağlayıram onda. Yəni dərsimizi keçək. Demək, bizim hansı dərsimiz? Biz eyni köklü sözlər keçmişdik söz yaradıcılığına. Yox, məncə. Söz yaradıcılığını keçməmişik də, düzdürmü? Amma mən elə bir şey xatırlamıram. Məncə keçməmişik. Keçməmişik. Keçməmişik, bəli. Getdik. Söz yaradıcılığının gəlin başlayaq. Rahat dərsdir. Söz yaradıcılığı nədir? Söz yaradıcılığı dilçiliyin bölmələrindən biri olub, sözlərin yaranma üsullarını neynir? Öyrənir. Dilimizdəki sözlər iki üsulda yaranır. Yəni biz iki götürək. Morfoloji, bir də sintaktik. Düzəltmə sözlər morfoloji üsul sayılır. Mürəkkəb sözlər isə nə sayılır? Sintaktik üsul sayılır. Bir daha deyirəm. Düzəltmə sözlər morfolojidir. Mürəkkəb sözlər isə nədir? Sintaktik üsul sayılacaq. Məsələn, deyirsən ki, dəmirçi. Bax, dəmirçi necə üsuldur? Morfoloji üsuldur. Düzdürmü? Niyə? Çünki şəkilçi ilə düzəlir. Amma desən ki, tutalım, tez-tez, gec-gec, bunlar isə necə olacaq? Olacaq sintaktik üsul. Çünki mürəkkəb sözdür. Mürəkkəb sözlər sintaktik üsuldur. Düzəltmə sözləri isə nədir? Morfoloji üsul sayılır. Sözlər quruluşuna görə üç yerə bölünür. Sadə, düzəltmə, mürəkkəb. Bir sözdən, bir kökdən ibarət olan sözlər sadə sözlərdir. Düzəltmə sözlər isə necə düzəlir? Leksik şəkilçilər vasitəsilə düzəlir. Duz, duzlu, armud, armudu bilirsiniz. Mürəkkəb sözlərdəki iki və daha artıq sözün birləşməsindən yaranır. Bitişik, defisdə bir necə yazılır? Ayrı yazılır. Gəldik. Baxaq. Bitişik yazılan mürəkkəb sözlər hansılardır? İki, bəzən də üç müxtəlif sözün birləşməsində yaranarlar. İt burnu, yer altı, su iti, stol üstü, uca boy. Tərkibində babə, aha bitişdiricisi olan sözlər. Dalbadal, qasaqas, basabas,
Burhavur. Tərkibində anti, super, audio, avto, bio, elektro, nano, mikro, zo olan sözlər. Bunlar sən necə yazılır? Bitişik. Fotokamera, aviabilet, aviakassa, nanotexnologiya. Bunları orfoqrafiyadan da bilirik. Sonra nələr defislə yazılır? Defislə, məsələn, yaxın mənalı sözlərin birləşməsindən yarananlar. Dəftər, kitab, yorğan, döşək. Sonra antonim sözlərlə yarananlar. Gecə, gündüz, dərə, təpə, az, çox, böyük, kiçik. Eyni sözün təkrarından yarananlar. Tez, tez, az, az, səhər, səhər. Tərəflərindən biri aralıqda işlənə bilməyən sözlərdən yarananlar. Kağız, kağız, dəmir, dümür, çör, çöp. İzafə tərkiblərlə yarananlar. İzafə tərkibləri nədir? Tərzi, ya parçalana bilməyən birləşmələrdə belə deyək. Tərzi hərəkət, nöqteyi nəzər, əhvali ruhiyyə, abdefis hava. Sonra tərkibində qeyri, əks, eks, vitsi, obel, elmi, kontrol olan sözlər necə yazılır? Defislə yazılır. Sonra en köklü sözlər. Bax, en köklü sözlər nədir? Birinci tərifində eyni bir kökdən əmələ gələn düzəltmə sözlərinə sayılır. Eyni köklü sözlər sayılır. Bir daha deyirik. Eyni bir kökdən əmələ gələn düzəltmə sözlər, eyni köklü sözlər sayılır. Eyni köklü sözlərdə iki əsas xüsusiyyətə nə edirik? Fikir verməliyik. 1. Mütləq dərəcədə eyni köklü sözlərin kökü eyni qrammatik mənanı olmalıdır, eyni mənanı verməlidir. Eyni köklü sözlər mütləq dərəcədə düzəltmə sözlərdən nə olmalıdır? İbarət olmalıdır. Bir daha deyirəm, eyni köklü sözlər düzəltmə sözlərdən ibarət olmalıdır. Bu bir. Eyni köklü sözlərin mütləq dərəcədə nə olmalıdır? Kökü eyni mənanı verməlidir. Məsələn, deyirəm ki, bax, sizin çoxunuzun elədiyi səhv nədir? Sizə verilən sözlər arasında mənə əlaqə tapmağa çalışırsınız. Xeyr, bu səhvdir. Məsələn, sulu, susuz, suçu. Eyni köklüdürmü? Hə. Niyə? Hamısının kökü nədir? Su. Hamısının tərkibində eksik şəkilçisi varsa su. Sadəcə buna fikir versin. Düşünməyin ki, sulu ilə susuz arasında nə əlaqə var? Sulu ilə susuz arasında əlaqə axtarmağa ehtiyac yoxdur. Əlaqə olmasa da olar. Əsas məsələ nədir? Əsas məsələ diqqətli olması gərəkən məsələ odur ki, sözün kökü sudurmu? Bəli. Orada leksik şəkilçisi varmı? Bəli. Sadəcə buna diqqət edirik. Bir sözün kökünə diqqət edirsiniz. Bir də söz düzəltmə sözdürmü? Buna fikir verirsiniz. Məsələn, sulu, susuz, suçu, sula. Baxın, eyni köklüdürmü? Bəli, eyni köklüdür. Niyə? Çünki hamısının kökü nədir? Sudur. Hamısı nədir? Düzəltmə sözdürmü? Bəli. Sadəcə bu. Və ya yenə başqa bir şeyə baxaq. Məsələn, bölgə, bölük, bölücü, bölmə. Eyni köklüdürmü? Bəli. Hamısının kökü nədir? Bölmək feilidir, düzdürmü? Bölməkdən bölgə, bölməkdən bölük, bölməkdən bölmə. Hamısının kökü böldümü? Bəli. Hamısı düzəltmə sözdürmü? Sadəcə buna fikir verirsən. Sadəcə buna fikir veririk. Düzəltmə söz olmalıdır, bir də kökü. Düşünməyin ki, bölgə ilə bölüyün arasında nə əlaqə var ki? Əlaqə olmasa da olar. Bunu bilirsiniz necə başa düşün? Belə bir şey deyim də sizə. Necə bir şey? Məsələn, bizim qohumlarımızla. Biz qohumlarımızla necə oluruq? Eyni kökdən yaranırıq da, düzdürmü? Eyni kökdən yaranırıq, amma qohumlarımızla fərqli xarakterə malik oluruq. Fərqliyik, amma eyni kökdən yaratmışıq. Eyni köklü söz də budur da. Eyni kökdən yaranıblar, amma necədirlər? Müxtəlif mənalar bildirirlər. Yəni, sonradan yaranan sözün bizim hepsimizin heç bir aidiyyatı yoxdur. Əsas olsun ki, kökü eyni olsun. Sonra, məsələn, gülçü, güləş, gülçü, gülüş. Eyni köklüdürmü? Xeyr. Gülçü sözünün kökü gül ismidir. Gülüş sözünün kökü isə gülmək feilidir. Birinin kökü feildir, birinin kökü isimdir. Bu eyni köklü ola bilməz axı. Çünki kök fərqlidir. Kök fərqlidirsə, buradan eyni köklüyü biz necə çıxara bilərik? Olmaz. Sonra
Sözün tərkibi kök və şəkilçidən ibarətdir. Sözün aylıqda işlənə bilən əsas məna ifadə edən hissəsinə nə deyirlər? Kök deyirlər. Şəkilçi isə sözün aylıqda işlənə bilməyən, yalnız kökə qoşulmaqla müəyyən leksik və qrammatik məna yaradan hissəsinə isə nə deyirlər? Şəkilçi deyirlər. Şəkilçinin isə leksik mənası yoxdur. Bunu bilirik. Kökün isə təbii ki, aylıqda bir leksik mənası var. Gəldik nəyə? Şəkilçilər də bölünür. Leksik, bir də qrammatik. Bilirsiniz məncə, artıq. Leksik şəkilçilər söz düzəldici şəkilçilərdir. Leksik şəkilçilər söz düzəldici şəkilçilərdir. Qrammatik şəkilçilər isə söz dəyişdirici şəkilçilər neyinir? Sayılır. Leksik söz düzəldicidir. Qrammatik isə nədir? Söz dəyişdirici şəkilçilər sayılır. Belə. Sonra, buradan diqqət edəcəyimiz məqam nədir? Ümumiyyətlə, leksik şəkilçi dediyimiz anlayış iki yerdə var. Qrammatik şəkilçi. Qrammatik şəkilçi bir isimdə var, bir də feildə var. İsmin cəm, mənsubiyyət, hal, şəxs şəkilçiləri qrammatikdir. Feilin zaman şəkilçiləri, şəkil şəkilçiləri, bir də şəxs şəkilçiləri. Bunlar necə şəkilçilərdir? Qrammatik şəkilçilər sayılacaq. İsmin cəm, mənsubiyyət, hal, şəxs şəkilçiləri, feilin zaman şəkilçiləri, şəxs şəkilçiləri, zaman şəkilçiləri qrammatikdir. Bir də feilin təsriflənməyən formaları, məsdər, feili sifət, feili bağlama şəkilçilərdir. Necə şəkilçilərdir? Qrammatik şəkilçilər sayılır. Məsdər, feili sifət, feili bağlamada qrammatik şəkilçidir. Bunu da unutmuruq. Amma yerdə qalan bütün şəkilçilər, baxın, bu ikisinə çıxmaqla yerdə nə qədər şəkilçi qalıbsa, hamısı necə şəkilçidir? Leksik. Bu ikisinin çıxmaq şərti ilə yerdə qalan şəkilçilərin hamısı leksik şəkilçilər neyniyəcək? Sayılacaq. Qrammatik şəkilçilərin hamısı millidir. Alınma versiyası yoxdur. Qrammatik şəkilçilər 2 və 4 sürə yazılırlar. Leksik şəkilçilər içərisində alınma olanlar var. Leksik şəkilçilər isə neçə cür yazılır? 1, 2 və 4 sürə yazıla bilirlər. Leksik şəkilçilər içərisində alınma olanlar hansılardır? Nadı, bidi, adı, ladı, antidi. Bunlar hamısı necədir? Alınma şəkilçilər sayılır. Sonra bir də bir cürə yazdığım milli şəkilçilərimiz də var. Daş, gil, sov, lak, şın. Bunlar bir cürə yazılan leksik şəkilçilərdir. Daş, gil, sov, lak, şın. Bir cürə yazılan milli şəkilçilərdir. Gəldik nəyə? Sözün başlanğıc formasına. Bax, başlanğıc forma qrammatik şəkilçiyə, qədərki hissəyə deyilir. Yəni, qrammatik şəkilçi başlanğıc formanın içinə neynəmir? Girmir. Sözün qrammatik şəkilçiyə qədərki hissəsi nə adlanır? Sözün başlanğıc forması adlanır. Qrammatik şəkilçi başlanğıc formanın içinə neynəmir? Girmir. Buna diqqət edirik. Məsələn, deyirsən ki, dənizçilikdir. Bax, bunun başlanğıc forması nə olacaq? Olacaq dənizçilik. Dir artıq başlanğıc formanın içinə neynəməyəcək? Təbii ki, girməyəcək. Çünki dir nədir? Üçüncü şəxsin təkinə şəxs şəkilçisidir. Bunlar girə bilməz. Bir də Azərbaycan dilində əvvəl leksik şəkilçilər olur, sonra isə qrammatik şəkilçilər olur. Bir daha deyirəm, Azərbaycan dilində sözə əvvəl leksik şəkilçi qoşulur, sonrasında nə olur? Qrammatik şəkilçilər qoşulur. Amma dilimizdə bəzi istisna leksik şəkilçilər var ki, onlar qrammatikdən sonra işlənirlər. Məsəl üçün, əmimgil. Əmi sözün kökü, M birinci şəxsin təkinin şəxsi, gil isə nədir? Leksikdir. Əmimgil. Əmimgil sözün başlanğıc forması nə olacaq? Elə əmimgil, sona kimi olacaq. Burada qrammatik leksikdən əvvəl gəlir. Və ya sənədlərsiz. Başlanğıc forması da sənədlərsiz olacaq. Bunlar istisnadır da. Yəni, başlanğıc formanın içinə qrammatik şəkilçi girmir. Qrammatik şəkilçi qədərki hissi olacaq. Gəlin bir dənə bunların testlərinə baxaq. Bunlar rahatdır. Söz yaradıcılığından başlayaq.
Mən Ruqiyyədən başlayıram. Ruqiyyə səs aça bilirsənmi? Bəli, müəllim, aça bilirəm. Tamam. Aha. 23-cü testə baxaq, Ruqiyyə, 23-ə. Aha. Müxtəlif nitq hissələrinə aid olan eyni köklü sözləri müəyyən edin. Deməli belə xətsiz, xəttkeş, xətləmək. Burada A variantı əslində ola bilər. Sözün kökü xəttdir. Hı. Amma yenə də o digər variantlara baxım. Gülsü, Güldan, Gülüstan. Burada isimdir deyə, yəni müxtəlif deyil nitq hissəsi olaraq B çıxır. Bağban, bağça, bağlıq. Burada da isimdir. Döyünmək, döyülmək, döydürmək. Burada da feildir. Daşlı, daşsız, daşdaşçı sifətdir. Müəllim A bəndidir. Ay, sağ ol. Biri sifətdir, biri isimdir, biri də feil. Bəli, bəli. Düzdür, Biri feil. bəli. Düzdür. Digər 24-ə baxaq. Eyni nitq hissəsinə aid olan eyni köklü sözləri müəyyən edin. Eyni nitq hissəsinə. A bəndidir, müəllimə. Ay, sağ ol. Hamısı çünki sifətdir. Düzdür, bəli. Düzdür. Xanımla, aha, məşhur testimiz. Xanım 26-cı testə baxaq. Bunu eləmişik əslində. Axşamınız xeyir. Axşamınız xeyir. 26 dediniz müəllimə. 26, bəli, bəli. Sıxıntı və sıxlaşmaq sözlərinin kökünün hansı nitq hissəsinə aid olduğunu ardıcıllıqla müəyyən edin. Hı -hı. Biri sifətdir, biri feldir, düzdürmü? Birinin kökü feildir. Sıxıntı Biri də sözü. sifət. Bəli, demişdi ya, B sıxdan sonra gələn variantıdır. şəkilçi 4 cür yazılanda feildir, 2 cürə yazılanda isə nədir? Sifətdir. Düzdür, Bəli. bəli. Y variantı. Bəli, feil bir də sifət. Düzdür, bəli. Düzdür. Mənim bu 26-cı sual mənim abituriyent vaxtından yadımdadır. Ən məşhur sual, hə? Məşhur dəqiqədən. Fidandan gedək. Demək, fidan burada baxaq. Bir saniyə. Fidan 7-yə baxaq. Eyni köklü sözlər olan bəndi müəyyən edin. Qəribsəmək, qəriblik, qəribdir. Hı -hı. Qəribdir sadə sözdür. Ona görə eyni köklü ola bilməz. Qaşıqsız, qaşıqla, qaşıqdan. Burada da qaşıqsız sadə sözdür. Qaşıqla da sadə söz. O C variantı mən daşmadır. Bəli, bəli, daşma. Evcik, evlər. Sonra? Hə, cavab nə olar? Cavab C dəqiqə mənim. Y variantı. D. D-də hamısının kökü nədir? Evdir, düzdürmü? Həm də ki, düzəltmə sözü. Evlərdəki də mən düzəltmədir, evlərdəki. Bəli, dakı düzəltmədir də. Dakı sifət düzəldir də. Sadəcə olaraq dedi ya, ki, sız, gil, dakı şəkilcisi qrammatikdən sonra işlənir. Evlərdəki. Bəli, mənim orada bir dənə evlərdəki sözü. Tamam. Günellə davam edirik. Günel 11-ə baxaq. Eyni köklü sözləri müəyyən edin. Dəyənək, dəyişik, dəyirman. Dəyirmanı çıxaq. Dəyişik, dəyişikdir, dəyişməkdən. Dəyiş, dəyişik, dəyiş, dəyişkən. 2, 4. Bu da ola bilməz. 2 ilə 4-ü çıxaq.
Yox, çıxa bilmirik. Hı -hı. Bizə saniyə bir dəyənək. Dəyənək sözünün kökü elə dəyənək deyil. Dəyənək sözünün kökü dəyməkdir. Dəyməkdən dəyənək, ənəs şəkilçisi. Dəyməkdənmi yaranır dəyənək Bəli, sözü? bəli. Dəyənək dəyir də. Bilmirdim. Dəy. Burada heç birini ortaq köklü görə bilmirəm mən. Bir dənə dəyişkənlə dəyişikdən başqa. 2 4-dür də, B-dir də müəllimə. 2 dəyişməkdən dəyişik. 2 B-dir də, 4-də də 4 dənə. dəyişməkdən dəyişkən. 2 4, bir də 2 4-dür. İkisində kökü Mən sənə belə dəyişmək feili. görə bilmirəm deyə fırlanıram görəsən hansı olacaq. İkisində kökü dəyişmək feildir. Bəli, bəli. İkisi Birinin də ortaq düzəltmə köklü. sözdür. Bəli. Bəli. Hı -hı. Davam edirik. Məlikə Əliyeva. Məlikə ilə davam edirik. Məlikə 10-a baxaq. Eyni köklü sözlər cərgəsini müəyyən edin. Yeknəsək, yekəxana, yekrəng. Bu adiyyat yoxdur. Bağban, bağlamaq, bağırmaq. Qurucu, quru, quru. C variantı hələ. Bəli. Hər üçün kökü nədir? Qurmaq feilidir. Qur- Qurmaqdan qurucu, qurmaqdan qurğu, qurmaqdan qurulu. Bəli, qurulu sözü də orada ulu şəkilçisi ilə düzəlir. Qurmaq sözündən yaranır. Düzdür, bəli. Hı. Davam edək. Qardaşxanla davam edirik. Qardaşxan 31-ə baxaq. Eyni köklü sözlər deyil. Hı -hı. Eyni köklü sözlər dedik mənim eyni nitq hissəsinə aid doğru deyilmi? Kökü. Kök eyni nitq hissə. Hə. Bəli, kök. Yağmaqdan yağış, yağmaqdan yağmur, yağmaqdan yağıntı. Eyni köklüdür. Çökməkdən çökək, çökməkdən çökək, çökəklik. Bu da çökməkdən çöküntü. Bağlamaqdan bağlanış. Bağdan bağban, C bəndi. Bəli, bir bağımız orada sadə sözdür. Düzdür, bəli. Düzdür. Sarvanla davam edirik. 1 saniyə. Sarvan 108-ci testə baxaq. 108 kök bir leksik və bir qrammatik şəkilçi tərkibinə uyğun gələn sözü müəyyən edin. Hı -hı. İnad, inadcıl, göz, gözləmək, gözləyir, sinir. Bir leksik, bir qrammatik. İş, işləmək. Dava, davakar, necə davakardır. Kim? Çadayıq. Burada düzdür, biraz çətin oldu. C-də birinci məqam var. Hansı cavab oldu? Kök bir leksik, bir qrammatik. İş, işdən işləmək. Dık, dik, duk, dük də bu da qrammatik şəkilçi. Ayso, iş sözün kökü, işdən, yox, işlədiyi sözündə 2 qrammatik var. D ilə 2. Bizə lazım B olar da, bax, inad sözün kökü. İnadcıl, leksik, sınız, qrammatik. B variantı. Müəllim, Hı. burada Birin- C-də nəsə deyirdi, sözünüzü kəsmişsiniz. D'də 2 dənə Hə, qrammatik yo, var. Hı. birinci istədim inadcılsınız deyin. Sonra Hı. C-yə mən də C-də ilişdim elə. B ilə C arasında qalmışdım. İşlədikdə Sarvan 2 dənədir.
D şuidi keçmişdi, qrammatikdir. Ç şəxs şəkilçisidir, o da qrammatikdir. C-ni ona görə çıxdıq. Müəllim, bir söz Ha, soruşabilirim. başa düşdüm. Buyurun, qardaşım, buyurun. Burada işlədikdə orada D elə bil T kimi ola bilər. Sonra o saatla başlanan şəkilçi olduğuna görə Bildim. Yox, niyə? Elə olsa, işlət, işlətik. Uyğun gəlmir axı. yəni Gərək biz T-dan sonra bildim. T-dan sonra gərək elə şəkilçi işlənsin ki, ona zərər yetirməsin. Axı buradakı şəkilçinin ona uyğunsuzluğu var. müəllim İşlətik olmur axı. saatla başlanan şəkilçi artıdığına görə Allah. T D-yə keçibdi. Ona Az. görə dedim ki, birinci məqam var orada. Elə bildim mən. Bildim. Davam eləyirik. Gülbənizlə davam. Gülbəniz 111-ə baxaq. 112-yə daha doğrusu. 112-yə baxaq. Baxmıram sözünün tərkibində işlənib. Hı Baxmıram. -hı. Bax sözün kökü. Hı. Baxmır. Baxmıram. Burada 2 qrammatik şəkilçisi işlənib. 3 dənə. Bax, orada baxmıram söz var. O baxmayıramdır. M-nın nası düşüb orada. Hə. M-nın nası düşüb. İndiki zamandır. Anda nədir? Birinci şəxsin təkinin şəxsidir də baxmayıramdır. Bəli. Kök 3 dənə də qrammatik. O deyil ya variantı. Belə. Bu söz Müəllim, üzr istəyirəm, sözü kəsirəm. Bir şey soruşa bilərəm. Bu bayaqki testlə bağlı idi. Qəbulda da belə bir şey, yəni çıxır qabağımızda. belə ola Görmədiyimiz bir bilər. şəkilçini təyin eləyirik biz yenə. Görmədiyimiz şəkilçini. Görmədiyimiz deyəndə ki, mamə, feilin inkarlıq şəkilçisi mamə, indiki baxmıram. zamanda və qeyri-qəti gələcək zamanda öz saatini itirir. Görmədiyimiz deyəndə o baxmayıramdır da. O baxmayıram olmur axı, baxmıram olur. Yazılış Tək olmur. qaydasına görə təyinat verilməli deyilmi? Yazılış qaydasına görə verirsən zaten. Yazılanda Zaten baxmıram yazılır. Yəni ona oradakı görə. A-nın düşməsi də orfoqrafiyaya görədir də. İndiki zamanda, bir də qeyri-qəti gələcək zamanda mamə öz saatini itirməlidir. Yəni bir kitabına da baxaq. Qardaş xan, sizdən başlayaq elə. Üçüncü testə baxaq. Meydança başlanğıc forması. Ha, meydançadakı. Ay, sağ ol. Təbrin. Bəli, düzdür, bəli. Düzdür. Davam edək. Ruqiyə 6-ya baxaq. Müəllimə. Sözlərdən birində başlanğıc forma düzgün göstərilməyib. Dağıntı A bəndi olmalıdır. Ay, sağ ol. Çünki dağıntı sadə sözdür. Düzdür, bəli. Aha. Xanım 7-yə baxaq. Başlanğıc formada olan sözləri müəyyən edin. Ovçuluq, Bəli. qardaşlıq, güldandakı və evdarlıq. Düzdür, bəli. 1, 5, 7, 1, 5. 8 D variantı düzdür. Hı -hı. Fidan 8-ə baxaq. Sözlərdən birinin başlanğıc forması düzgün göstərilməmişdir. Uzunçuluq, Uzunçuluq düzdür. irəlilə. B variantı. B, B. D. Və qışqırtı olmalıydı da Fidan D-də. D-də başlanğıc forma səhv göstərilir. Burada T də olmalıydı. Qışqırtı. Tamam, Nigar 16-ya baxaq. Nigar 16. Başlanğıc formada olan sözləri müəyyən edin.
Bu arkan erkən fe'li bağlamanın şəkilçisidir də. Bəli. Bu değil. Yüngüllük. Yüngüldən yüngüllük. 2. Ambardan ambarlar. 3. Şişəlik sadə düzdür. Kitablar yox. Müəlliməm. Bu da değil. Yüngüllük, ambardar. Bir də çiyələk. Çiyələk də Çiyələk, başlanğıc. Hı. çiyələk. Sözün özüdür də. Elə Bəli. başlanğıc var. Başa düşdüm mən. Bəli. Bitdi. Müəllimə, bir də ki, başlanğıc formanın bir tərifi var idi. Hansı ki, şəkilçiyə qədər olan hissə Qrammatik başlanğıc şəkilçiyə qədər ki isə xanım, qrammatik şəkilçi başlanğıc formanın içinə girmirdi. deməli, qrammatik şəkilçi başlanğıc formaya daxil Girmir. olmur. Daxil olur, xeyr. Amma bir dənə xanım, 4 dənə şəkilçi var idi. Ha. Ç, sız, gil, daçı. Onlar leksik olsa da qrammatik şəkilçidən sonra işlənirlər. Məsələn, deyirsən ki, əmimgil. Bax, əmi sözün köküdür, düzdürmü? M qrammatikdir, mənim əmim. Gil nədir? Leksikdir. Əmimgil sözündə başlanğıc forma elə əmimgil olacaq. Aydındır. Amma Tamam. belələrdə bəli, qrammatik şəkilçi girmir. Bir dənə onlarda girə bilər. Belə. Yox, sağollaşıram. İndi dərsi qrupa atıram. Gecəniz xeyrə, yuxunuz Sağ şirin. olun. Sağ Gecəniz olun. xeyrə qalsın. Siz Sağ olun. Xeyr, Sağ sağ olun. olun müəllim. Sağ olun.